Ümumi sahəsi 4408 hektar olan Astaranın sitrus bağlarının 2600 hektara yaxını narinci bağlarıdır. Hazırda bu meyvənin yığımı davam edir. Əməkdaşımız Pərvanə Nəhmət qızı Astaranın narinci bağlarında olub. Astaranın sitrus bağlarında naringi yığımı əsasən Dağətəyi kəndlərdə aparılır. Kicəbə qəsəbə inzibati vahidliyinə daxil olan kəndlərdə 900 hektar sitrus bağlarının 700 hektarı naringidir. Naringinin ən çox əkildiyi Tüləyivan kəndindəyik. Tüləyivan kəndində də elə bir təsərrüfat yoxdur ki, orada naringi ağacları olmasın. Artıq 2 həftəyə yaxındır yığıma başlanılıb. Əsasən ilk növbədə tez yetişən karli deyilən sort naringi yığılır. Bu sort naringinin həm qabığı nazik olur, həm də dadı, ətri xüsusilə möhtəşəm olur. Tüləyivan kənd sakini Adil Ağayev ailə üzvləri ilə birgə özünə məxsus torpaq sahəsində 1700 naringi ağacı becərir. Bunun da yarısı tez yetişəndir. 11 illik olan ağacların hər birində orta hesabla 40-50 kiloqram meyvə var. Özü də yüksək keyfiyyətdir. Sizin təsərrüfat qədər məhsulu keyfiyyətli, bol, həm də iri olan təsərrüfat demək olar görmədik. Bu zəhmət tələb edir. Elə bir ki, körpə uşaq necə deyir, buna da elə baxmalıyıq. Mən də baxıram, keyfiyyətli məhsul əldə edirik. Yəni bunu başına qoymaq olmaz. Yox, xeyr. Nədir o qulluq, nə qulluq aparırsınız? Elə ayda buna bir 2-3-4 dəfə su verirəm. Buna peyni, bunun dibinə yarpaq alıb tökmüşəm ki, yəni ki, otunun qirasını yeməsin. Kimyəvi gübrədən çox da istifadə eləmirik bunun üçün. Eləmirik. Bizdə təbiidir, təbii məhsul. Məhsuldarlıq yüksək olsa da, bəzi təsərrüfatlarda meyvələrin çoxu xırdadır. Dolanışımız sitrus olduğuna görə ağaclarımız çoxdur. 1000 dənə ağacımız vardı. Karlı dəlirik, dolanışımız karlı iləndir. Yəni, beləncə, yəni, olanda çox dəlirik, 20 ton dəlirik. Hər il 20 ton, 15 ton, 20 ton dəlirik. Bu iki məhsul quraqlıqçıq olduğuna görə xırdadır, ancaq yaxşıdır, yəni də vardır. Alıcı sarıdan isə çətinlik yoxdur. Tədarükçülər çox vaxt elə həyətlərdən gəlib aparır. Qiymətlərə gəlincə, təsərrüfatçılar çəkilən zəhmətə görə aşağı olduğunu deyirlər. Qiymət bizi biraz qane eləmir. Neçəyə biləsən? Məsələn, 91 manat arası qiymət dəyişilir. Zəhmətinə görə 90 qəpik sərf eləmir də. Bu da bizim üçün hesab elə ki, xeyir qalmır. Tədarükçülər yığılan məhsulu irili-xırdalı olaraq çeşidlərə ayırır. Təmiz mandalindir. Bağlardan gedib danışırıq, gətiririk. Bizim bu mandalin rəsiyyətdə dəyəri var. Qiymətə, yaxşı qiymətə də gedir. Yaxşılarını, superlərini Rusiyaya göndəririk. Xırda, zəif malları da keçib bazalarına göndəririk. Naringinin bir neçə gündə artıq Rusiya bazarları üçün tədarükü keyfiyyətli məhsul istehsalçılarının üzünü güldürür. Əvvəllər qiymət biraz aşağı idi. İndi deyirlər ki, Rusiya bazarı indi var idi. Başlayır, aparırlar. İndi olsa da indi qiymət yaxşı olar da indi. Sərf eləyəcək, bizim üçün də sərf eləyib verəcəyik. Rusiya bazarında işlənlərin kimisə orada adamları olur. Yəni buradan yığıb, digər bir nümayəndəsi orada qəbul edir məhsulları. Rusiya bazarı olmanın ən müsbət cəhəti odur ki, qiymətin qalxmasıdır. Yəni əvvəlki il belə deyək aylarda 1 manat, 1 manat 10 qəpik, nisbətən xırda mallar 70-80 qəpik olanda indi artıq Rusiya bazarı üçün tələbatlar yuxarıdır. 1.50 və ondan yuxarı qiymətlər tələb olunur. Yaxın günlərdə isə elit sort naringinin yığımına başlanacaq. Ümumilikdə naringi yığımı noyabr ayının axırlarına qədər davam eləyəcək. Naringinin gözəlliyinə baxın. Bu təkcə gözəllik üçün deyil, həm də sağlamlıq üçün olan məhsuldur. Bundan sonra soyuq havalar gəlir, qarlı, yağışlı günlər başlayır. İndidən immunitetinizi qorumaq, sağlam olmaq istəyirsinizsə, bol-bol sitrus meyvələrindən alın, yeyin və həmişə sağlam qalın. Pərvanə Nəhmət qızı Eldəniz Qurbanov, Astara.